Yeni gün, yeni başlanğıc mənasını ifadə edən Novruz xalqımızın milli mədəni dəyərlərini özündə əks etdirir. Bu bayram qədim köklərə və mənəvi qaynaqlara bağlıdır. Novruz tərkib elementləri ilə mövsüm mərasimidir və xalqımızın həyatında önəmli rol oynayır. Novruzu biz nəyə görə keçirməliyik? Hər şeydən əvvəl ona görə ki, milli bayramdır, bayram yaşatmalıyıq. Milli ruhu yaşatmalıyıq. Novruzu keçirməsək, milli ruhdan məhrum olmuş olur. Milli ruhdan məhrum olan xalq isə xalq deyil. Bayrama qədər su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Azərbaycan folklorunda bu çərşənbələrlə bağlı xalq inan və sinamaları öz əksini tapır. Səməni göyərtmək, milli şirniyyatlar hazırlamaq, papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, yallı getmək və s. adətlər bu bayramı daha da rəngarəng edir. Şad və şən bir bayram olan bu gündə xəstələrə xüsusi diqqət, qayğı göstərilir, qohumlara, dostlara baş çəkilir, küsülülər barışır və yaxın insanların məzarı ziyarət olunur. Belə dəyərlərin qorunması isə vacibdir. Əgər bu bayram bütün insanları birləşdirirsə, tələbəni tələbə ilə, belə deyək ki, şagirdi şagirdlə, ziyalıları ziyalı, ümumilikdə bütün Azərbaycan xalqını birləşdirirsə, deməli biz bu bayramı canı qəlbdən təbliğ eləməliyik. Bayaq qeyd etdiyim kimi, insanlar birləşirsə böyük gücə çevrilir və böyük gücə çevrilən bir xalq heç bir zaman kiminsə əsarətini qəbul edə bilməz, kiminsə təcavüzünü qəbul edəməz və əsarətdə təcavüz olan torpağı varsa, torpağını qurtarma iqtidarında olur. Milli mənəvi sərvətimizin ən əvəzsiz incilərindən olan Novruz kütləvi şəkildə keçirilən yeganə bayramdır. Xalqın birliyinin, köklərə bağlılığının göstəricisi olan bu təqvim tarixini yaşatmaq, bütün dolğunluğu ilə gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir. Qönçəgül Kamal qızı, Vasif Acalov, Elşad Məmmədov, Lider TV.